Heya millət, bugün yenə TikTok maladoylarının neçənsə bölümünü çəkirəm. I'm just a kid who's 4. Each day I grow some more. I like exploring. I'm Caillou. Sevdiği kıza göre görün ne etti. Müəllim, Amil'i de aranıza alın, Amil. Hər axşam ona gülləri qoxladacam. O mənə qoxladacaq. Şeyi. Dındıq. Nə? 16 yaşındaki kızın dırnağına bak. O ne dırnaktır? Hiç özünüzden utanırsınız mı siz? Ne alakası var ya? Böyle demeliyim ben. Bugün bunların evi... Abi bir dakika, ne danışır ya? 16 yaşındaki bir kızda ben olmalıdır. Niye utansın ya o kız elindeki dırnağa göre? Sen kayıfdasan ala. Sen eğer 16 yaşındaki bir kızın dırnağına problem yaradırsansa ve özüne kişi değilsense bu söhbətdən uzaqdır məncə. Sən burada bir dənə dırnağa problem yaradırsan, 13 yaşındakı qız orada hamilə buraxılıb. Fikir bildirmək istəyirsənsə, sən bunu kiminsə dırnağına və ya harasınasa yox, o 13 yaşında hamilə buraxılan qızın ailəsinə bildirməlisən o fikri. Yəni bu dırnaq qızdan başqa kimdə olmalıdır. Yəni normaldır da bir qızın əlində dırnaq normaldır. Əgər uşaq istəyirsə və ailəsi buna icazə verirsə, sənə içibə soxub oturmaq düşür. Hə yox, dirəşirsən ki, yox, yala mən iminli fikir bildirməliyəm, iminli kimsə tənqid etməliyəm. Sən gəl o 13 yaşındakı uşağın ailəsini tənqid elə və 13 yaşındakı bir uşağa dəstək çıx. Əgər özünə kişi deyirsənsə, sən bunu etmirsənsə və 13 yaşındakı qızın hamilə buraxılmağı haqqında bir fikir bildirmirsənsə və onun ailəsini tənqid edib, o qıza kimi etməyib, gəlib hansısa 16 yaşındakı bir qızın dırnağına söz edirsənsə, səni mən kişiliyivə sox. Boş-boş gətirib bunları otuzdururlar verilişlərdə, öz aləmlərində fikir bildirirlər, bilmirəm adlara nə deyirlər. Bunun kimi çoxdur, kimisə geyiminə qarışırlar, kimisə nə bilim vurduğu makyaja, dırnağını orasına burasına. Yəni onlara demək istədiyim odur ki, kimisə geyimi, vurduğu kosmetika, orası burası sizi maraqlandırmır. Ufak bir bilgiləndirmə. Bugün çinmeyin. Nə? Çinme. Çinmeseniz olur mu? Dur ostur da la. Nərmin, mən bilirəm ki, sən məni axtarırsan. Axtarırsan bunu Nərmin. Səni axtarırlar belə. Sevirsən. Xiyar, mahnının səsini alanlar artırıb səsi gəlir ya la. Bu nə da la? Vay bilə, malda yığını. Oynayışa bax, sən kimsən la? Ben sana Vay gördüm. bu nədir? Sana geldim. Rami'nin Bu kadar ailesi yalnız kaldım. bildi Sana kişi geldim. olduğumu ayrıldım. Oyun oynadım dedim. Sen ne? Şine da la. Qəlbi oğurlasan ne ara bilərsən kişi kızı. Kimi kızı yazmıyor. Eğer kompotun qapağını aça bilmirsənsə, Aha. vacibdir kompot içmə. Aça bilmirsənsə, vacibdir kompot içmə. Çok güzel olmuşsun. Ne da la? Sevildikçe güzelleşirmiş. Çok Bu burnundaki ne da la? Sevgilim, değilsen Kimde sevgilim var? kıskançtı. Eğer sevgilim kıskançtı. Ne oldu şu? Neyse bir şey olur. Sevdiğim de var, sevgilim de var. Sevdiğin de var, Sağ ol. sevgilim de var. Bu həftə becənin cinsini tapana bizdən bir dənə ütü seti hədiyyə. Aa! Gördük ki, ürəyi deşifdir, ürəkdən də fıskırır. Kan Ne fıskırır. Boşun ürəyi tikdik, qanı dayandırdıq. Gələnə kimi də çoxlu qan itirib. Belə şok vəziyyətində qanı dayandırdıq. Sonra da qan vurulmağa başladıq. Qoyduq getdik, reanimatolog qan vurur. Ne da var? Elə bir Hər gələndə çayxanaya getdik, gedir. rəhmətə gedib. Rəhmət, aaa! Necə ola bilər rəhmətə gedib? Dayının rahatsızlığına bax ya la. Sən də oturub burada uşaqların damına atırdıq, bir də görürdə xəstə gəlir. Elə uzandırdıq o şeyin üstündə, nə idi onun adı? O elə o bildiyiniz şeyin üstündə uzandırdıq. Burada zad həkimə deyirəm ki, bıçağa gətirməm bunun qəlbini şey eləyim, açım. Atan kimi nəsə fışqırdı üstümə. Birinci elə bildim başqa şeydir. Sonra dedim ki, yox, rəngi qırmızı rəngdir. Heç nə də elə ürəyini kəsim qoydum qırağa. Burada bizim qəssab var. Onun yanında bir dənə qəşəng mol qaranın ürəyi var idi. Onu gətirib qoyduq bunun üstünə. Deyirsən gəldi, burada uşaqlarla getdik çayxanaya dəydik gəldik. Gələn kimi bir də gördük qadaş ölübdür. Sizə ölməyinin səbəbi nə idi? Mütləq o qəssaba dedim mən, svej, kəs, ver mənə. Dedi, yox, abi təzə kəsmişəm bu inəyi, onun ürəyinə apar. Dedi bana, yox da təzə ver. Dirəşdi ki, yox, apar, səhər kəsmişəm, təzədir.
100% ondandır. Cındır mən atıbdır. 3 aydır borcumu qaytarmayan dostumu görərəm və onun mən. Qardaş dediklərim petuq çıxdı, bacı dediklərim qəhbə çıxdı. İlin 11 ayında mən, Ramazan ayında mən. What the fuck? Bax nə o prezervativdən istifadə edin da la. Müəllimə gəl indi Xədicənin ifasını dinləyək. Xədicə. Şirin şirin gülüşüne kurban olaram senin, kurban olaram senin. Kumar kumar gelişine heyran olaram senin, heyran olaram senin. Şirin şirin gülüşüne kurban olaram senin, kurban olaram. Nə qədər sinirli olabilirsin ki ben. Sana bir soru. Sor. Sana 500 bin lira vereceğim, şu şişeye oturur Qəbul musun? edirəm. 500 bin lira Edirəm. versem bu şişeye oturur musun, dolu şişeye? Otururam. ən böyük xəyalım nədir? Biz xəyalla yaşamırıq. İstədiyimiz hər şeyə nail. Bu sözə tam layiq adam budur da la. Gedə saat 2-də evə tək gələndə küçədə duran sakit etdi. Neyniyəsən? Az. Gedmə mal denən ki, sabah sizə elçi gələcək. Allah haqqı gələcəm. Quran haqqı sənə alacağam. Xəyalın başı armuda oxşur ya la. Ya belə sevgilin olsun ya da kanala abunə ol. Bana sreniyat, bu nədir jeniyat, ala bu nədir jeniyat. Niko, halaya bak. Hala sen haran yiyorsun. Sana. Düz olsun.